Əziz dostlar, hər birinizi salamlayıram və öncədən təşəkkür edirəm ki, İsrail günündə, şənbə günündə bizim tədbirə vaxt ayırırsınız. Alternativ Kommunikasiya Tədqiqatlar İctimai Birliyi 2022-ci ildə yaradılır və təsisçi mənəm. Son 2 ildə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi ilə əməkdaşlıq edirik. Ötən il bizim Əngəlsiz Qayıdış filmimiz vardı, Mina Qurbanı qəhrəmanımız və orada bir çox dostumuz onun təqdimatında iştirak eləmişdi. Bu dəfə fərqli bir mövzuya diqqət salmışıq. Söhbət Xocalı soyqırımı zamanı girov götürülmüş bir qadının hekayəsidir və bu barədə filmin senaryo müəllifi Esmə xanım danışacaq, amma onu bildirim ki, əsas məsələ, bizim əsas məqsədimiz müharibə qurban olmuş Azərbaycanlı qadınların zorakılıq, mərhumiyyət və ləyaqətli həyat uğrunda təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmalıdır. Çünki film İngilis dilində tərcümə olunacaq və eşidilməyən səslər layihə çərçivəsində Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə Azərbaycanlı qadınların üzləşdiyi hüquq pozuntuları, zorakılıq və psixoloji travmaların sosial və tibbi nəticələrini araşdıran geniş tədqiqat hesabatı hazırlanır. Bu hesabatında müəllifi Alternativ İctimai Birliyinin sədri müavini Jamirə Quliyevadır, Sabir qızı. Siz onu jurnalist kimi ilə tanıyırsınız. Onu da bugün biz sizin nəzərinizə çatdıracağıq. Mən Sosial Tədqiqatlar Mərkəzinə rəhbəri Zahid bəyə çox təşəkkür edirəm ki, bizə məkan olaraq dəstək olub və qeyri-hökumət təşkilatlarına dəstək, Dövlət Dəstək Agentliyinin rəhbərliyinə, o müşahidə şurasının üzvlərinə də təşəkkür edirəm ki, bizim layihəyə dəyər verirlər və müşahidə şurasının üzvlərindən burada var, həm də yanımda oturan müşahidə şurasının üzvü, həm də millət vəkilimiz dəyərli Azər müəllim də yanımızdadır, fikirlərini sizə çatdıracaq. Film daxil məlumat vermək üçün mən sözü tanınmış jurnalist Esmə Məmmi qızına verirəm. Buyurun Esmə xanım. Çox sağ olun, hər birinizi salamlayıram. Əziz millətəkillərimiz, əziz həmkarlarımız, xoş gəlmişsiniz. Biz bugün təkcə bir film təqdim etdik. Biz yaddaşımızın, tariximizin ən ağırlıqlı bir səhifəsini vərəqləyəcəyik və tək onu yaddan çıxartmamışıq. Çünki yaddaşını itirən millət məhvə-məhvədir. Və biz Xocalı soyqırımı dünyaya tanınması üçün zərrə qədər də olsa əməyimizin olmasını özümüzə bir vətəndaş borcu saydıq, bir jurnalist borcu saydıq və ona görə bu filmi ərziyə gətirdik. Bu film Xocalı soyqırımı zamanı ailəsilə bərabər girov götürülmüş 9 yaşlı bir qızcığazın məşəqqətlərindən, məruz qaldığı zorakılıqlardan bəhs edir. Bu filmdə bizə etibar edib danışdığı üçün filmimizin əsas baş qəhrəmanı Nərgiz Mahmudovaya bizim minnətdarlığımızı bildiririk. Çox sağ olsun, əmək üçün hər bir kəsə minnətdarlıq bildiririk. Mən bu senaryo yazarkən faktları deyil, bir uşağın sütunda gizlənən hayqırtını, ağrını, həmçinin torpağın fəryadını çatdırmaq istəmişəm. İnşallah ki, qiyməti siz verəcəksiniz, siz biləcəksiniz, bunu nə qədər çatdıra bilmişik. Filmin məqsəd təkcə Xocalı dəhşətini xatırlamaq deyil, bu həm də insanlıq üçün bir çağırışdır. Bu çağırış bizə xatırladır ki, müharibələr təkcə statistika və faktlardan ibarət deyil. Müharibə həm də adlar, üzlər, tarihlər deməkdir. Hər kəsin orada bir hekayəsi var, ağrı hekayəsi var. Biz isə təkcə Xocalı ağrısından danışmaqla deyil, əslində həm də bu 5 ildə, qələbədən qazandığımız bu 5 il ərzində əslində nə boyda böyük bir uğura imza atdığımız həmdə çatdırmaq istədik. Yəni biz keçmişimizi vərəqləməklə həm də bu 5 ildə qazandığımız qələbənin necə böyük bir nemət olduğunu, çünki insanlar əksər deyəsin tələbə onu başa düşmürlər, çox əfsus ki, ciddiyyətlə baxanda o müharibə bir də olmasın. Heç kimin balası, heç kimin özü nə girov düşməsin, nə müharibənin ağrısının, acısını yaşamasın. Məncə sizdə böyük təəssürat yaradacaq bu film. Amma yenə də istərdim ki, bunun arxasında bir mərhəmətlə də yansın, yəni sülhə bir çağırış da olsun ki, biz sülh istəyən xalqıq, biz sülh istəyirik və sadəcə bizə hücum olarsa biz müdafiəyə keçdiyimizi və özümüzü qoruduğumuzu çağırırıq. Yaxşı seyirlər, xoş seyirlər, yəni ki, bəyənərsiniz deyə hər birinizə minnətdarlıq bildirirəm.
Mən doğrudan da şəhid yadıma saldı. Bizim rejissorumuzun, texnik heyətimizin çox böyük əməyi olub. Rejissorumuz hazır vaxtda yoxdur. Xarici səfəri Elnur Cəbraylı, bizim operatorlarımız Rövşən, Orxan Zakiroğlu, İsmail və montajçımız Nicat bəyə də çox minnətdarlıq edirik. Çox az heyətlə biz bunu ərsəyə gətirmişik. Ötən filmimizi bəyənmişsiniz, güman edirəm ki, filmimizi inşallah bəyənərsiniz. Bu işdə bizə ən yaxın dəstəkdə onu mütləq vurğulamalıyam. Əsir və girovlarla İş üzrə Dövlət Komissiyası göstərdi. Eldar müəllim sağ olsun başda Əlin Ağayev olmaqla və onların bu mətbuata, onların film hazırlayan heyətə dəstəyi əslində dövlətimizin yürütdüyü siyasətin tərkib hissəsidir və onlara təşəkkür edirik. Hörmətli tədbir iştirakçılarım, təşəkkür edirəm mən də bugün bizlə bir arada olduğumuz üçün. Qeyd olundu, İştiqaq Doğru filmimizin təqdimatıdır və filmin təqdimatından sonra müharibə qurban olmuş qadınların hüquqlarının qorunmasına dair bir tədqiqat hesabatımız var. Təqdimatı olacaq. Bir daha minnətdarım sizə. Filmi izləyək, ondan sonra müzakirələri davam edəcəyik. Çox sağ olun. Çok uzun değil, 17 dakikalık filmdir ve çalışmışız ki 17 dakikada mesajlarımızı verelim. Mənim vaxt 9 yaşım var idi. Ozan Fazil'də 10 günüm ailemizden bir yerde evimizdeydik. Saat 11 radyalar olardı. Atışma düştü. Biz onda hayatta atan salınacak yer düzeltilmişti. Evde böyle atışmalar olardı. Biz hem şartlar olarak salınacak yerlerdi ki atışma kesenden sonra. Bazı kişiler sırayla yargılar attılar. Onların içinde dövürdüler. İki ağaçlarla avtomatla. Atam yani avtomatla nəsə vurmuşdularsa dişlərini kərbətinə çəkmişdilər. Qalıqaları sındırmışdılar, gözünün altına vurmuşdular. Nələr sözlər deyirlər, hamısı elməni dinlədə bilmirdim ki, nə deyirlər arkadaşlar. Bak elə gəlirlər, olsun baxırdılar. Dedim ki, Yıllar birlikte baktık, sevgiliyiz. Evlenlerin kadınlar, uşaklarıyla baktılar. Uşaklarına tüfenge verirdiler, korkudan üstü için. Tüfenge tuturlar bizler, o bir evlenirler, hamısı bu tarafa başladı, bir şu an tüfenge olmasın, bu tarafa başladı. Yanımda nasıl yaşamış, onu bilmiyorum. Bu türlerde Ozan Fazil'si ben ilk önce uşaqlığımın əlindən aldım. Yani əziz bildiğim insanlar əlindən aldım. Ozan Fazil'si mənim adımdan əlindən aldım. Anladım. Çünkü ben o adla, nənəmin adıyla yaşıyordum ama biz Bakıda xəstəxanada yatında bizi bir həkim geldi, əlində Nərgiz gülü gətirdi, dedi ki, evet, bugün də sənin adını qoyuram Nərgiz. Sonra mən atama dedim ki, mən istəyirəm ki, mənim adım dəyişsin.
Elə ondan sonra da sənədlə məlumatını dəyişdilər, oğlum nədir. Amma belə çəkilişlərdə Vəfxanım kimi tanıyırlar, bilirlər. Şəxsən mən ondan hamısı yaşamışam, ondan hamısı bilməm. Ondan hamısı mənim 9 yaşında beynim hərəkli oldu. Yəni, o ağırlıqların hamısı müəyyən, kiçik yaşda olsam da o həmən vaxtı o ağırlığın hamısını çəkmişəm. Hansı xatirələri yenidən canlanma dilə gətirmək olduqca çətindir və xüsusilə də o hadisələr yaşanmış şəxslər belə çox zaman bir məhdud şəkildə nəyisə deməyə üzərinə borc bilirlər, amma ondan artığını demirlər və bunun əsas səbəbi onda olub ki, onlar təkrar sanki danışdıqca o hadisələr yenidən yaşanmış olurlar. Elə bizim filmin qəhrəmanı da siz fikir verdinizsə, o hansı yollarla, hansı cığırlarla gedirlər, hansı dövrdə saxlanmışlarsa və onların hər birini ayrı-ayrılıqda mina probleminə həsil olmuş olan film və indiki Xocalı hadisəsi ilə, faciəsi ilə bağlı olan film. Mən düşünürəm ki, qarşısına qoyduğu məqsəd və vəzifələri çatdırır və ən azından o ağırlığı, filmin mövzusundan irəli gələn o ağırlığı film vasitəsilə çatdıra bilirdi. Bu, təbii ki, böyük bir uğurdur və Cənab Prezidentin Dövlətlər Təşkilatının sonuncu zirvə görüşündə Qəbələdə keçirmiş tədbirdə xüsusilə qeyd elədi ki, biz gələcəyə doğru baxırıq artıq. Zəfər yolundan addımlamalıyıq, amma ki, bu tarixi hadisələri, işğal tarixi xüsusilə də biz heç bir zaman unutmayacaq. Düşünürəm ki, bizim də bu növ hazırlanan məhsullar, istər kitablar olsun, istərsə də ki, filmlər olsun, təbii ki, hər bir özünün bir gözləməsi bir təyinatı var. Amma bizim qan yaddaşımızın həmişə əvvəl olaraq yorulduğuna şərait yaratmış olacaqdır və bizdən sonra gələn nəsillər də həqiqətən də bu hadisələrin necə baş verilməsi barədə hansı əsatirlər və ya hekayələr üzərindən yox, konkret baklı tipli hazırlanmış məhsullar üzərindən də yaxından tanış olmuş ola bilərlər. Mənim sizin də elə sosial şəbəkələrdə biz ki, Ramazanın qarşınızda müxtəlif hesablar çıxır və o hesablar özü 2-ci Dünya müharibəsi, Böylədən müharibəsi ilə bağlı hansı bir xatirələri bir saf şəklində, hansı bir hekayə şəklində yazırlar. Bəlkə də olabilirsin 80 il bundan qabaq olmuş hadisəyə bir qədər hansı bir konu diklendirirlər. Burada ideolojik məqamlar da ola bilər. Amma bu filmlər bütün əsnafların olsun üçün bundan qabaq baş vermiş hadisə artıq bu bizim hər birimizin vasitəsilə bizim müziklarımız olacağım üzərində təzyiqlər alır. Bəzən içərimizdə, bəzən bizim adla başqa ölkələrin müxtəlif təşkilatlarının, kəşfiyyat orqanlarının mütəxəssisləri vasitəsilə ictimai heyətə bir sürülərdə olunub çalışırlar. Mən düşünürəm ki, biz tarixi zəfərli həqiqətən əldə etdik. Bundan sonra verilənlərə münasibətlər davranmalıyıq. Biz bir müddətə deyilik, hətta 1935-ci illərdə Kütlədə birinci Azərbaycanların soyumundan sonra böyük mütəfəkkirliyin islamatlıqlığını Azərbaycaniyə 1905-ci il əsərini yazdırdılar. Əsərə maktubundan ibarətdir ki, bir erməni qadının Azərbaycanlı qadın qonşudur. Necə olursa Azərbaycanlı qadının toyudur, gedir erməni qadının halını yumurtayır. Erməni burada dürüsttür ki, Azərbaycanlı qadını çağırır deyir ki, ay tükəzvan, ay tükəzvan. Halıqda bir gəlib yumurta tapın. Bu sizin toyunun yumurtasıdır. Bu ermənilərdən bir dürüst, xeyircaq qonşu obraziyası var. Nəyə görə? Ona görə ki, 5-ci faciəsini oxusunlar. Axında o Hacıqaranı yazdırdılar. Hacıqaran Azərbaycanlı tacir, oğrudur, quldurdur, qaçılmacıdır, ağızdan qaçaqmal gətirir, müştərini aldadır. Erməni tacir dürüsttür, vergisini verir, gömrüyünü verir, insanlar da aldadır. Bu bizdə İngilizcə aşağılıq kompleksi yaratmaq üçün. Erməniləri üstün irq, bizi isə
aşağıda da yerdə göstərilmək üçün bizim ədəbiyyatımız vasitəsindən, filmlərimiz vasitəsindən daima bizi kimliyimizə təsir edən kişiliyimizə ona görə bir daha təşəkkür edirəm. Sonda 1987-ci ildə Yusuf Səmədoğlu Qətl Günü romanını yazdı. Qarışıq bir romandır, ağır bir romandır. O ifadələri yox, amma mən elə gəlir ki, sizin əslində o prologun davamı işığa olur. Yusuf Səmədoğlu yazırdı ki, ölümə doğru deyil, ölümə gəlişər. Biz bugün ölümlər arxalıdır, ölümə doğru yox, işığa doğru gelirik. Orada çox yaxşı təqdim olundu bir gənc Azərbaycan qadını timsalında belə bilmək lazımdır. Bir daha təşəkkür edirəm. Sağ olun. Teşekkür ederim Hikmet Milletvekili Sevgi Hükerdoğlu. Buyurun. Teşekkür ederim Mehmet. İlk bölümde filmin yaratıcı heyetine size şahsılar karakter olarak Esmer Hanım senaryo olarak ve filmde emeği için her birinize teşekkür etmeyi istiyorum. Ve düşünüyorum ki muhabbe her birimizin hayatında o dövrü yaşayan, o dövrün ağrısını, acısını görmüş, şahitlik etmiş her birimizin hayatında öz izlerini bırakırdı. Ve bu çok küçük bir eserdir, 17 dəqiqəlik. Ama 17 dəqiqənin düşünən güzaldatılar da bunun təsvirləri ne kadar büyük bir etkisi oldu, ne kadar büyük bir təsiri oldu. Çünkü burada danışılanları biz özümüzde bu dəqiqə şəkildə həyatımızda, bu dəqiqə şəkildə taleyimizdə hiss etmişik. Biz qaçqın seri görmüşük, məclisi düşkünlərin çok böyle amansızcasına öz doğma tutubalarından gergin sandıklarına şahit olmuşuz, şehitlerimizin, gazilerimizin facialarıyla yüzleşmişik. Yani bütün bunların hamısını 17 dəqiqəyə sığdırmaq əlbəttə ki, bu özü də bir yaradıcı. Hikmet mənim adını çəkdi ki, bizə məcbur ediblər, bunları yazdırıblar, dost qardaş olmuşuq, qardaş olub, həyasını Azərbaycan oxumuşuq. Amma bunlar heç vaxt nə dost olublar, nə qardaş olublar. Və bugün yaşanan faciələrin yüzdə biri, mində biridir bu danışıqlar, bu söhbətlər. Bu qorxu, o həyəcan, o xanımın içindəki o ağrını inansız mən bu dəqiq hiss edirəm ki, o qalıcı körpə necə hisslərin hansı duyğularla indi danışır. Təkrar o dəqiqələri öyrətmək çox çətindir. Və onları yaşayan adamların heç biri bugün özünü sağlam, sakit, rahat hiss edəmir. Peki də hər gecə yuxularında dəhşətləri görürlər. O qadının sifətinə belə bilir mən özümə. Təsəvvürə gətirən baxdım onun sifətinə Allah'a necə oxşayır. Yəni bizim hər birimiz oxşayır o qadın. Hər birimiz onun yerində ola bilər. Hər birimizin yaxınları, doğmaları onun yerində ola bilər. Mən burada çox danışmaz. Elə gətirir, Xocalıda bizim başımıza gələn. Elin xanım ortalama 1 milyon insanımız dilərmişdi. Azərbaycandan Qarabağda. Mən isə deyirəm ki, 1 milyon bu şəkildə filmlər ola bilər. Onların hər birisi ayrı-ayrılıqda böyük bir faciələr. Yəni, bu və başqa şəkildə heç kəs deyək ki, o konfort içərisində Azərbaycana gəlmir. Bunların hamısı ayrılar, hamısı paramparça. Bu qədər gözəl dediniz ki, bu rəylər o ifadən görülən o şifirlərin o paramparça olduğu vəziyyətində rivayətlərin hamısını. O xanım hər şeyini itirir. Mən xatırlayıram əldən bizim millətin bir ifadəsi var, ucuzdur ifadəsi. Mən bilirəm ki, o xanımın gecə-gündüz arzuları həmişə ucuzluğu olur. Çünki ondan başqa, ölümdən başqa onun qalan heç bir şey yox. O hər şeyi itirdi. Gəncliğini itirdi, xatirələrini itirdi, yaxınlarını itirdi. İşlərini başa düşürəm, digər əmkarlarımızdan çox böyük bir yaratıcılıq məhsuludur. Mən ilk növbədə sizin ictimai birliyə təşəkkür edirəm. Edirəm dövlət istəyək etmiş. Bu layihəyə dəstək verir. Bu arada sizin ikinci bu istiqamətdə olan ünlüsüdür və həm də burada zava toplaşanlar da həm də birinci filmdən çıxan nəticələrə uyğun olduğunu gəlirlər ki, görək yeni ana müəllim sizin təşkilat nə bir dəqiq. Dünən axşam çox diqqətlə baxsın.
baxdım. Doğrusu, bəzi qeydlər elədi. Çünki mənim üçün buna həyəcansız baxmaq sadəcə olmur. İstənilən bu iştirakçılarla görürəm. Bugün bu baxdığımız işqa doğrusunun sadəcə bir sənədli ekran əsəri bu bir millətin insanla elbette çevirdiği bir hikayesi. Bakın 9 yaşlı Nərgiz Mahmudovanın talihi Xocalı soyudumun günahsız qurbanlarının yaşantıları ilə bəşəri bir dərsə çevrilmişdir bu bölümlər. İcma olarak, insan icmalarının tarihine geçip bizim bu fəlakətimiz. Ayrıca işğaldan sonra kəndlər işğal olandan sonra əhali məcburi köçkün kimi müxtəlif yerlərə dağılır və o kəndin daxili mühiti dağılır. O lokal kültürlər dağılır. O mənəvi balans, o mənəvi dəyərlər sistemi dağılır və ülkənin müxtəlif yerlərində məskunlaşdılar insanlar. Əlaqələr edib bir-birlərindən və biz o bir edək ki, o yerli mədəniyyətlərin, adət-ənənələrin bir çoxunu itirmişik. Mən filmə baxmamışdan əvvəl, hətta o torpaqlar işğaldan azad olunmamışdan əvvəl Xocalı əsir götürülmüş insanları saxlanıldıqları yerləri, aparıldıqları marşrutların hamısını əyani olaraq bilir, əzbər bilir. Çünki ailələrin faydası deyil, həm də böyük bir iqtisadi bilirsiniz cinayətdir və hazırki işğaldan azad olunmuş illərdən sonra aparılan hesablamalar əsasında Xocalıda bilirsiniz 2000 ev dağılmışdır, 30 sosial obyekt məhv olunmuşdur. Həmçinin yüzlərlə hektar əkinə yararlı kənd təsərrüfatı torpaqlarımız iqtisadi bölgədən çıxmışdır. 7 əhali evindən, işindən, iqtisadi resurslardan məhrum olmuşdur və hazırki hesablamalar əsasında bugün Xocalı şəhərinin bərpasına 3-5 milyard arası vəsait tələb olmuş ki, burada bilirsiniz ki, Ermənistan tərəfindən qurulmuş. Bizim o baxımdan belə filmlərin olmasına belə növbəti hazırlıqların görülməsi və onların İngiliz, Fransız, Alman dillərində və digər Avropa dillərində tərcümə olunub yayılması mən əminəm ki, bax burada iştirak edəndə hamı artıq Avropada artıq qəmət tədbirlər keçirməyə başlayır və yaxud ki, elə qeyri-hökumət təşkilatlarından dövlət dəstək agentliyi ilə maliyyələşdirir. Bax, bu layihələrin hamısı birləşdirilsə, mən əminəm ki, kifayət qədər təsirli bir olar və yəni bu bütün bu istiqamətləri bir yerdə birləşdirmək, xüsusən bu film, yəni bu filmdir ki, yəni bunun multiplikasiya effekti bir layihə üçün deyil. Hədsiz çox layihələr üçün görürəm ki, orada kifayət qədər uğurlar istifadə edilir. Minnətlər. Təşəkkür edirəm. Macid Adı saytının rəhbəri. Layihələrin icrası zamanında olan tədbirlərdə görürük. Bəzən kameralarla çəkilişə gedirlər və hesabat xarakterli filmlər hazırlanır. Amma mən görürüm, burada həqiqətən drone çəkilişlərindən istifadə olunur. Burada bir şəkil danışma var və bu drone çəkilişləri ilə biz əslində göstərmək istəyirik ki, bizim mənfur düşmənlərimiz, mənfur qonşularımız Azərbaycanın təbiətinə, ekologiyasına nə qədər zərər vurur, nə qədər günahsız insanların evini dağıdır. Müdürçilərdən birinin belə bir gözəl sözü və gözəl bir kəlamı var ki, deyib, insanın qurulmuş ən böyük zərbə ondan oğurlanmış uşaqlıq illəridir. Biz burada rəftanlığın timsalında Azərbaycan uşaqlarının, günahsız körpələrin başına gətirilən müsibətləri gördük. Mən özüm Qərb Azərbaycanda dünyaya gəlmişəm 1988-ci ildə və 4 aydan sonra öz ata-baba yurtlarımızdan həmin bu rəftanlıq kimi bizim başımıza müsibətlər gətirilərək öz tarixi torpaqlarımızdan etmin təmizlənməyə məruz qalmışıq. Bunlar doğrudan insan üçün çox ağrı, acılı hisslərdir. Filmə mən ürək arasından baxdım, tam səmimi deyirəm. Və mən sizə təşəkkür edirəm ona görə ki, biz burada gördük ki, bizim mənfur düşmənlərimizin bir barbarlığı varsa, Azərbaycan dövlətinin, Azərbaycan insanının bir yaradıcı xüsusiyyəti var burada. Necə ki, biz görüntülərdə gördük ki, evlər dağıdılır, xarabalığa çevrilir, amma qısa zamanda bizim cənab prezidentimiz sağ olsun ki, gözəl orada şəhərciklər salınır, insanlar onu köçürülür, böyük qardeşin təməli qoyulub. İki nəfərin çox doğru və gözəl bir binası toxundur ki, bizim cənab prezidentimiz işğaldan azad olmuş ərazilərdən çəkir ki, biz bu anları düşmənin bizim başımıza gətirdiyi müsibətləri unutmamalıyıq. Çünki biz bunları unutsaq, bizi tarix bağışlamaz, bizi insanlıq bağışlamaz. Artıq görmədim, artıq görmədim. Hər kəs öz sahəsini olur, edir işini.
Mən də Xocalı soyqırımını gözümlə görən adamlardan biriyəm. Xəyraniyə burada fısıldayılan deyirəm ki, təbii ki, o Qırıq soyqırımı yaşayanlar, onların gözlüyündən biz heç baxa bilməyəcək, onların adısını görməyəcək. Amma bir də var ki, onu görənlər, onu da çox adam görür. O Xocalı soyqırımının həmin gün adamdan, yaxın rayonlardan hamı gəlmişdi köməyə, o yaralıları xilas eləmək. Amma 30-40 adamdan biriyəm ki, tarihin işinə o proses necə oldu, niyə oldu, nətər oldu, bilən adamlardan. Bu da tarihin işidir, bilməyənlər üçün deyiləm, mən həmin ərazidə kəşfiyyatda olmuşum, Şehrimiz Devir Bataryonunda. O, prezident seçkilərində 7 fevralda Xankəndi azad olunandan sonra seçkilərə getmişdik, Umut müəllimin rəhbərliyi ilə müşahidə edildik. Orada Umut müəllimlə göstərdim. Mən ikinci dəfə Miniyə düşəndə o yeni binə deyirlər, indi Tədə kənd. O kənd o vaxt ermənilər işğal eləmişdi, ötən əsrin əvvəllərində Norayqut deyirlər, yerimizə. Bu qardan yaralandı, Miniyə düşdü, qaldım orada. Və oraların qaldım burada dedi, bəzən fikrinizi, yəni həqiqətən sözünə çatdırmaq mümkündür. Yəni mən danışıram, fikrim dağılır. Orada Umut müəllimlə danışdım, sonra Henry var, ondan Henry'dir də o, bir orman yardımcısı, onunla getiriyorlar. Ona anlattıqca mən orada o ağrıyırdı. Dedi Henry, bax o qarqar səni bir anı görürsən o tərəf. Dedi hə. Asıb aydını bilməmişəm. Amma orada da filmə baxdım, burada mən nə yəni çıxışımla maddi ondan ibarət oldu. Mənim qardaşım hərbisidir, müharibə iştirakçısıdır və komanda qurlaşmasındadır. O müharibə 44 gün savaşdan sonra dəhşətli sual verdi və mən sualı cavab edə bilmədim. O Xocalı hadisəsi baş verərkən uşaq olmuşdu. O uşaqdan ərzən qoyduğu ki, abi, uşaq necə işğal oluna bilər? Mən burada təsəvvür edə bilirəm ki, uşaq işğal olunur. Yəni, bu işğal oluna bilməz. Mənim dağılırdım ki, o əhvalat oldu. Yaxud da sadəcə bir-birinə tüvət edib yolcusundan qoyasından və heç kimlərə baxa bilməz. Sözümüz zamanlar ibarətdir. Onlar ibarətdir ki, deməli, güclü dövlətin insanların tabirində da çox böyükdür. O dövrün siyasi proseslərində insan tabirlərinin belə bilyanəliyi və ortada qalması siyasi bəhranlar göstərir ki, güclü dövlət çox vacib məsələdir. İnsanların tabirində mühüm oynayır. Sizin filminizdə bir daha bu tarixi materialları özündə göstərir və müharibədən sonra bir dəfə televiziyada Vasif Gözəl bu Şuşa kantatasını dinləyirdi və öz-özümə sual verdim ki, qələbədən sonra bu mahnı rapı nəyə gərəkdir? Bu şeirlərin bir materiali var mı hazır? Və bunlar tarixdə necə yerini qalacaq? Ailəsi olan qadınlar var. Onların da biz sorğuluğu keçmişik, onların müxtəlif istiqamətdə rəylərini öyrənmişik və bu tədqiqat hesabatında öz əksini tapıb. Bunu deyə bilərik ki, burada deməli, rəqəmlər öz əksini tapır ki, bu Ermənistan işğalı nəticəsində Azərbaycan 1 milyon çox Azərbaycanlı öz torpağından məcburi daşqın və məcburi göçkün düşmüşdür. Onların 400 mindən çoxu, qadın və 300 mindən çoxu uşaqlar olubdur və bəşəriyyətin ən qanlı soyqırımlarından olan Xocalı soyqırımı zamanı qadınlar böyük fəlakətlə üzləşiblər, carıcılıqla üzləşiblər, öldürülürlər və bunun 613 Xocalı soyqırımı qurbanlarının 106-sı qadın olub, 63-ü uşaq və 70-i qoca olub. Və biz Azərbaycan əsir və düşmüş, bir götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasından yaxınsız işləmişik və onlardan əldə etdiyimiz məlumatlarda göstərir ki, bu təcavüz nəticəsində 3990 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb və onların arasında qadınlarda da siz rəqəmləri görürsünüz. 284 nəfər qadın da onların 25-i az yaşlı qızdır. Sırf belə deyək ki, həyat hekayəsində əks etdirir. Bu da biz illərlə bütün müzakirələrdə bunu qeyd edirik ki, biz siyasi sallarlardan yox, daha çox insan hekayələrindən mövzulara girməliyik ki, beynəlxalq auditoriyanın belə deyək ki, diqqətini cəlb edək. Bu baxımdan məsəl görürəm ki, ən yaxşı nümunələrdən biridir bu. Əslində baxanda bütün ölkəmizə, dövlətimizə, milli maraqlarımıza
cavab verən mesajlar var burada. Amma bu şuuraltı olaraq, mən deyərdim ki, yeridir. İstənilən xarici bir auditoriyada bu nümayiş olunsa, artıq həmin auditoriya məhz bu Qarabağ məsələsinə, işğal məsələsini özü araşdıracaq, tutarlı faktlar daxil edəcək. Bu auditoriya üçün də çox maraqlıdır. İkinci məqam filmdə biz doğrudan gördük ki, xüsusi etirlərdən istifadə olunub, o ağrını, ağzını göstərmək üçün yəni hiss olunur ki, peşəkar bir komanda işlənir, yəni ayrı bir film deyil, bunu da mən xüsusi diqqətə saxlamaq istəyirəm. Eyni zamanda, bilirsiniz ki, bu yaxında Varşavada ATƏT-in tədbiri keçirilir, biz Türk quruculuğu ilə sözsüz ki, danışırıq, dövlət səviyyəsində bu iş edir, amma o Varşava görüşündə biz gördük ki, qeyri-hökumət təşkilatları, xüsusən ermənilər Azərbaycana qarşı olan prosesləri dayandırmıyorlar. Azərbaycana qarşı müxtəlif iddialarla çıxış edirlər. Yəni, bu göstərir ki, biz qeyri-hökumət təşkilatları olaraq həm baş vermiş faciələrin sərhədləşdirilməsi işində öz fəaliyyətimizi dayandırmamalıyıq, əksinə daha da inkişaf etdirməliyik. Eyni zamanda bu məsələlərin beynəlxalq platformalara daşınması və ermənilərə layiqli cavab verilməsi işini aparmalıyıq. Mən deyirəm ki, bu sahədə bizim son illərdə bir neçə uğurlu təşkilatlarımız qarşı bu işi aparırlar. Yəni, bu da qiymətləndirilməlidir. Ümumi tədqiqatla da bağlı onu deyə bilərəm ki, əhatəli tədqiqatdır, doğrudan da genişdir. Əslində baxanda bilirsiniz ki, bu fikrinə qatılıram. Biz unutmamalıyıq, unutulmamalıyıq və bu cür başlarına gələnləri hamısını toplayırlar. Yəni, o orada bir yerləri, sabah o hansısa bizə qarşı hansı formada istifadə olunur, bunu biz bilirik, o bir Pandora kutusu kimi orada. Ona görə də bu cür faktların toplanması, sənədləşdirilməsi çox vacib məqamdır. Mən sizə başqa bir məqam, xoşa gəlməz bir məqamı qeyd edeyim. Hadisə Vətən müharibəsindən əvvəl biz bir kitab layihəsi üzərində işləyirdik. Xaricdə çıxmış, İngilis dilində çıxmış, bizim mövqeyimizi əks etdirən Qarabağ mövzusu problemi ilə bağlı olan məqalələr toplusu. Biz orada istədik ki, bir məqalə qadınların hüquqları filan, amma yaxşı samballı bir yerdə, yəni bizim hər hansı bir Azərbaycan dilli və yaxud burada xarici akademik dairələrlə tanış olan bir peer review şeyində olan bir şey axtardı, yox idi. Bir, Allah ondan razı olsun, bir Güney Azərbaycanlı bir qadın öz təşəbbüsünlə gəlib o vaxtı zamanda bir yerdə bir məclisdə olmuşuq, yəni uzun illərdir tanıyıram və hər birinin potensialına da belədəm gördükləri işin altına qoyduqları imzalan nə qədər önemli olduğunu değer verdiklerinde de yaxşı belədəm. Mən Jüaləni təbrik edirəm. Jüalən belki de var. Yani bilirsiniz, mən qadınlarla bağlı araştırma aparım. Belki de var. Ama sırf Xocalı ilə bağlı bu motivi götürüb araştırma mənim qarşıma çıxmayırdı. Ve buna göre mən sizi təbrik edirəm. Bir sualım olacaktı. Sadece olarak mənim özüm üçün maraqlıdır. Bilirəm ki, dəqiq fakt yoxdur, amma qeyd etdiniz ki, bu əsir girov komissiyasının işçisi deyirəm, belki ola bilsin ki, var. Təqribi içkin düşmüş ve ölen kadınların sayı, bunların ikisini bir yerde deyirəm, çünkü dəqiq məlum deyil, nə qədərsi dünyasını dəyişir, nə qədərsi içkin düşür. Bunların sayıyla bağlı hər hansı bir rəqəm verdilər mi Jüalə xanım sizə? Verib əlbəqə səsləndilərdi. Biz bununla bağlı məlumatlar əldə etmişik. Deməli, bir təcrübə nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydə alınırsa, bunun dediğimiz kimi 284 nəfəri qadındır. O cümlədən 25 az yaşlı qız var onların arasında və bundan başqa 1702 nəfər əsir girovluqdan azad edilmiş şəxslər var ki, onların da içində 397 nəfəri qadındır və onlar 82 nəfəri özdə ahıl yaşlı qadındır və onlara qarşı törədilən dəhşətli o faciə, zorakılıqlar, o işgəncələr, mən bayaq dedim, hətta onu dilə gətirmək belə çox ağırdır. Çox ağır. Bu əsr sənədi film hesab olunur. Bəzən var bizdə sənəd film mütəxəssisləri ona bədii
şeyler daxil edirlər və bu dünyada bu qəbul edilmir. Sənədli filmlər informativ olmalı və faktlara əsaslanmalıdır. Bu baxımdan mən filmi qiymətləndirərkən çox üst səviyyədə bir filmdir. Çünki doğrudan da informativdir. Özdə nəzərə alaq ki, işğaldan sonra məhz hadisələrin baş verdiyi yerdə cərəyan edir və başına gələn hadisələri də həmin adamın özü danışır. Yəni, bu çox, deyimsə ki, dəhşətli faktlardır. Burada önəmli məsələlərdən biri də informativ olmaqla yanaşı çox saylı balans üzərində olmalıdır sənədli filmlər. Bu baxımdan da kamera, ışıq, kadrların səslənməsi bizim Məhəmməd Elli xanım da müsahidə peşəkardır və onları qeyd elədi. Amma mən düşünürəm ki, belə filmlər çox çəkilməlidir. Nəyə görə? Çünki biz bundan əvvəl hazırladığımız bütün filmlərin hamısında şəxslər danışırdı, amma xəyali danışırdılar. Nə həmin o yerlər işğaldan azad olunmamış ki, bugün bax orada siz fakt əsasında, yəni həmin yerdə bu faktları söyləsinlər, ancaq belə deyək, yaddaşlarında qalan məsələləri danışırdılar. Bu baxımdan ona görə düşünürəm ki, hələ ki biz bu xüsusilə qeydiyyətlər demək olar ki, işlərini buraxıb, ancaq bu filmlərin hazırlanmasına yönəlməlidir işlərini. Çünki film böyük bir təbliğatdır. Mən düşünürəm ki, Qarabağda baş vermiş hadisələri biz film vasitəsilə çox gözəl çatdıra bilərik. Xocalı hadisələri ilə bağlı danışanda mən çox önemli bir nüans mənim diqqətimi çəkdi. Burada bəzi beynəlxalq ekspertlər var idi ki, dedilər ki, və bu beynəlxalq ictimaiyyətin məsələsidir. Bildiyiniz kimi, Qarabağ işğal olunduğu gündən etibarən Azərbaycan dövləti böyük həssasiyyət göstərərək bütün dünyanın möhtəbər ölkələrində Xocalı soyqırımıyla bağlı tədbirlər keçirildi və bizim alimlərimiz, elm adamlarımız, ziyalılarımız, vətəndaş cəmiyyətləri, xüsusilə qeydiyyətlər və media bir gündə olsun, bir anda olsun Xocalı məsələsini unutmadı və Xocalı dünyanın ağırlı, yaralı bir yerinə çevrildi və bugün dünyanın bir çox coğrafiyasındakı insanların Xocalı haqqında, Xocalı soyqırımı haqqında təəssüratları var və bu da Azərbaycan dövlətinin və Azərbaycan vətəndaşlarının apardığı uğurlu siyasətin nəticəsidir. Soyqırımlar unudulmur. Bugün Xocalıda üstənkli bayrağımız dalğansa da, insanlarımız ora sevinclə qayıtsalar da, amma tarixdən faciələr unudulmur və bizlər yaşadığımız dövrdə, dövlətimiz və tariximiz yaşadığı var olduğu müddətdə bu faciələr işıqlandırılacaq və nəsillərdən nəsillərə ötürüləcək. Tariximizdə Xocalı faciəsindən də tək Xocalı faciəsi olmayıb. Bildiyiniz kimi 1918-ci 31 Mart hadisələrindən sonra Xalq Cümhuriyyəti yarandığı dövrdə İstintaq Komissiyası yaradıldı və 600-ə yaxın insan orada dindirilib, xatirələrini paylaşırlar, onların xatirələri yazılıb və İstintaq Komissiyasının materiallarını oxuyanda biz bu yaxın tarixdə baş verən bu faciəni yaşayırıq və bu bizi dərindən kədərləndirir. Düşünün ki, o dövrdə o İstintaq materiallarını yazılanları oxuyanda görün insanlar nə hisslər keçirir. Mən özüm orada bir 100-ə yaxın material oxumuşdum və keçirdiyim hisslər dəhşətdir, vəhşətdir və insanlığa çıxmayan dramların şahidi olmuşdur. Digər bir hadisəni qeyd edir. Bu bizim eyni zamanda sadəcə